Salam, hörmətli tamaşaçılar, Cavabdehin növbəti buraxılış efirdədir. Bu dəfəki qonağımız Elm və Təhsil Naziri Emin Əmrullayevdir. Mənimlə birlikdə sualları Trend Beynəlxalq İnformasiya Agentliyinin əməkdaşı Fəridə Məmmədova və APA İnformasiya Agentliyinin əməkdaşı Nadir Yalçın təqdim edəcəklər. Salam Emin müəllim, vaxt ayırdığınız üçün çox sağ olun. Salam, mən də hər birinizi Elm və Təhsil Nazirliyində salamlayıram, xoş gəlmisiniz və ümid edirəm ki, bugünkü söhbətimiz maraqlı alınacaq. Emin müəllim, bu dəfəki müsahibəmiz bir tədris ilinin sonuna düşdü. Elə sualları da elə buradan başlasaq məncə daha yaxşı olar ki, geridə qoyduğumuz tədris ilinə nəzər salsaq, Azərbaycan təhsilində nələri xüsusilə qeyd etmək istəyirsiniz? Ümumiyyətlə, ötən tədris ili Azərbaycan təhsili üçün hansı nəticələrlə yadda qaldı? İlk növbədə tədris prosesi, yəni təhsil islahatları bir ilin yox, bir neçə ilin nəticəsində qiymətləndirilir. Təbii ki, hər bir ildə qoyulmuş hədəflərə doğru addımlamaq, qoyulmuş hədəflərə doğru irəliləmək qarşımızda duran əsas vəzifələrdəndir. Ötən tədris ilində də bir çox sahələrdə, təbii ki, ilk növbədə böyük qayıdış çərçivəsində işğaldan azad olunmuş ərazilərdə yeni məktəblərin açılması, həmin yerlərdə Azərbaycan vətəndaşlarının öz dədə-baba yurdlarına qayıtması, orada tədrisin daha da genişlənməsi, düşünürəm əlamətdar hadisə olub və bu istiqamətdə əldə etdiyimiz təcrübə növbəti illərdə təbii ki, daha sürətlə davam edəcək köç prosesinin bir qədər də daha səmərəli təşkil etməyə bizə imkan verəcək. Eyni zamanda bilirsiniz ki, müxtəlif məzmun baxımından müxtəlif istiqamətdə olan layihələrimiz, sistem layihəsi, rəqəmsal bacarıqlar layihəsi, bütün bu layihələr öz miqyasını genişləndirib. Sertifikatlaşdırma prosesi bu günlərdə davam edir və bu həftələr ərzində artıq ilk dəfə olaraq biz bu 5 il ərzində bütün müəllimləri, bütün fənlər üzrə bütün müəllimlərin birinci mərhələdə sertifikatlaşdırma prosesini bitirmiş olacağıq. Təbii ki, bu davamlı prosesdir, növbəti illərdə davam edəcək, amma ən azı bəzi qrup müəllimlər ki, onlar 3 ildir işləmirlər, yəni istisna qruplardan savayı demək olar bütün müəllimlərimizin sertifikatlaşdırma prosesinin birinci mərhələsini biz yekunlaşdıra bilmişik. Məktəbə qədər təhsildə inanıram ki, əhatəliliyin artması, xüsusilə də bu istiqamətdə atılmış alternativ layihələrlə bağlı irəliləyiş önəmlidir. Ali təhsildə əvvəlki illərdə olduğu kimi bu ildə sayların artmasını biz hələ düzdür bu avqust ayında biləcək, yəni ən azalma qəbul planlarında daha çox Azərbaycan vətəndaşının ali təhsil alma imkanını əldə etmə istiqamətində görülən işlərin düşünürəm ki, faydasını görəcəyik. Ümumilikdə təhsil sistemində rəqəmsallaşma istiqamətində məncə bir çox mühüm addımlar atılıb. Həmçinin mən xüsusi qeyd etməliyəm, ötən günlərdə elan edilmiş, yəni Azərbaycan ali təhsil müəssisələrinin reytinq sıralamalarında irəliləyiş nail etməsi düşünürəm çox vacib haldır. Biz hələ də sentyabr ayında ən vacib göstəricilərdən biri olan PISA şagird nailiyyətlərinin qiymətləndirmə nəticələrini gözləyirik. İnanırıq ki, o nəticələrdə müsbət bizim üçün dinamikanın olduğunu göstərəcək. Yəni ümumilikdə çox şaxəli və çox tərəfli təhsil sahəsində bir çox istiqamətlərdə qarşıya qoyulan hədəflərə və məqsədlərə doğru bir qədər də yaxınlaşmışıq və təbii ki, hər bir hədəfə nail olma özündən sonra yeni hədəflərin müəyyən olunması və həmin hədəflərə doğru addımlamağı tələb edir. Bilmirəm, kəndlərdə şagird sayı az olan məktəblər birləşdirilir, komplektləşdirilir, şəhərlərdə təmayülləşmə aparılır və çox gözəl, vacib addımdır. Amma burada həm məsafə dəyişir, həm də şagirdin məktəbə getməsində həm yerini dəyişir, həm məsafə dəyişir, müəyyən çətinliklər yaranır. Yəni bununla bağlı şagirdin rahatlığı üçün hansısa addım atılırmı? Məktəblərin rasionallaşdırılması və yaxud da sizin qeyd etdiyiniz kimi az komplektli və yaxud da az şagirdli məktəblərin rasionallaşdırılması əsasən iki böyük məqsədə xidmət edir. Bir məqsəd ondan ibarət ki, bu səmərəlilikdir. Mən sadəcə olaraq bir statistikanı sizinlə paylaşım ki, Azərbaycan Respublikasında fəaliyyət göstərən 4200-ə qədər deyək, 4000-dən artıq elə 40%, yəni 1600 məktəb var ki, orada şagirdlərin cəmi 4% təhsil alır. Yəni bu kifayət qədər özü-özlüyündə nə qədər məktəb coğrafiyasının, məktəblərin yerləşmə coğrafiyasının qeyri-proporsional olmasını göstərir. İkinci vacib məsələ, yəni burada təbii ki, birinci məqsəd səmərəlilikdir. Çünki məktəb nə qədər kiçikdirsə, 1 şagirdli, 2 şagirdli, 5 şagirdli, 10 şagirdli məktəblərdə bir şagirdə sərf olunan dövlət maliyyəsi kifayət qədər böyük olur.
Təbii ki, bu dövlət maliyyəsinin böyük olmasına rağmen, əgər həmin məktəblərdə biz daha fərqli və daha yüksək təhsil nailiyyətləri, təlim nəticələri görsək, bəlkə də bu prosesin necə var qalmasına getmək olar. Amma həqiqət bundan ibarətdir ki, bizim kiçik məktəblərimizdə təhsilin keyfiyyəti də aşağıdır. Yəni və buna görə də mən həmişə heç də həmişə sinif sıxlığının böyük və ya kiçik olmasının təlim nəticələri ilə əlaqədar olmadığı fikrini qeyd edirəm. Yəni təlim nəticələrinə təbii ki, bu məsələ müəyyən mənada təsir edir, amma Azərbaycanda dediyim kimi 1600 kiçik məktəb var ki, bu məktəblərdə fiziki olaraq, nəzəri olaraq təlimin, tədrisin təşkili qeyri-mümkündür. Məsələn, bir sinifdə bir şagird oxuyursa, siz onunla bədən tərbiyəsi, siz fiziki tərbiyə dediyimiz dərsdə nəzərdə tutulmuş standartlara necə nail ola bilərsiniz sualını və yaxud da həmin şagird qrup işinə necə cəlb olunacaq. Həmin şagirdin böyüdüyü həyatda dostları kimdən ibarət olacaq, o hansı insanlar şəbəkəsinin üzvü olacaq və s. və ilaxır suallar var ki, bu suallar da olduqca vacibdir. Təbii ki, bu iki məsələni, yəni təhsilin keyfiyyətini və maliyyə səmərəliliyini təmin etmək üçün kiçik məktəblərin daha böyük məktəblərə daşınma yolu ilə hal-hazırda rasionallaşma prosesi həyata keçirilir. Və bu prosesdə birmənalı olaraq kifayət qədər ağrılı məqamlar var. Birinci məqam ondan ibarət ki, siz də qeyd etdiyiniz kimi, həqiqətən də şagirdi, az yaşlı şagirdi, bir qədər yeniyetmə yaşında olan şagirdi bir nöqtədən başqa bir nöqtəyə aparmaq həm onun üçün çətindir, həm də bunu həyata keçirən insanlar üçün də bu asan deyil. Yəni ən azı bundan belə deyək, bu və ya digər formada hər hansı bir xüsusi olaraq kimsə zövqünə görə bu təşkil olunmur. Sadəcə olaraq ya zövq vermir. Bu özlüyündə çətin bir işdir. Bu il biz bir neçə bölgədə distant formada da bu tipli məktəblərdə tədrisin təşkilini sınaqdan keçirdik. İlkin nəticələr onu göstərir ki, nəticələr müsbətdir. Yəni burada sosial məsələləri həll etmək bir qədər o qədər də asan deyil. Amma daha keyfiyyətli müəllimin distant üsulla bir neçə kiçik kənd yerində olan şagirdə təlim keçməsi, dərs deməsi prinsip etibarilə nəticələr verir. Yəni bunu artıq biz görürük. İnanırıq ki, bu alətdən də növbəti illərdə daha geniş istifadə edəcəyik və bu halda şagirdi daşıma, belə deyək, zərurəti yaranmayacaq. Bu həm bu işi icra edən adamlar üçün, həm də həmin şagirdlər üçün müəyyən mənada irəli addım olacaq. Amma yenə də inandığım ondan ibarətdir ki, həmin şagirdin, yəni az sayda sinif kompleksi 2 nəfərdən, 3 nəfərdən ibarət olan siniflərin bəzi fənlərdə yenə də daha böyük məktəblərə gəlməsində təbii ki, fayda var. Yəqin ki, hansısa hibrid modellərdən istifadə gələcəkdə daha çox, belə deyək, tətbiq ediləcək. Cənab nazir, valideynlərin əsas şikayətlərindən biri şagirdlərin dərs yükünün ağırlığıdır. Sizin fikrinizcə, bugünkü məktəb proqramı uşaqların yaş və psixoloji imkanlarına uyğundurmu? Bu sual olduqca mənə görə mürəkkəb sualdır. Yəni çünki bu sualın birmənalı olaraq cavabı yoxdur. Burada vacib məsələ beynəlxalq benchmarklar deyilən, yəni beynəlxalq hansısa bir hədəflər və yaxud da beynəlxalq müqayisə edilə biləcək göstəricilərlə müqayisədə məsələni müzakirə etmək məncə daha konstruktiv müzakirədir. Yəni birinci sual budur. Əgər belə baxsaq, bizim təhsil sistemində tətbiq edilən nə fənlər, nə dərs saatlarının sayı aşağı-yuxarı bəzi sistemlərdən biraz azdır, bəzi sistemlərdən biraz çoxdur. Və yaxud da məsələn siz tədris ilinin müddəti ilə müqayisə etsəz, Azərbaycanda tədris ili o qədər də uzun deyil. Bəzi ölkələrdə bu daha uzundur. Bəzi ölkələrdə, bəzi belə deyək, təhsil nailiyyətləri daha yüksək olan ölkələrdə biz çox qısa yay tətilləri görürük. Bizim kontekstdə biz daha uzun müddətli yay tətili ilə əhatə olunuruq. Eyni zamanda vacib başqa bir sual ondan ibarətdir ki, yəni çoxdursa əgər, fərz edək ki, çoxdur, deməli azaldılmalıdır. Onda nəyi azaltmaq cəmiyyət üçün, hansı biz məsələn bu tipli, təbii ki, valideyn bu sualın cavabını bilməz, bilmir və yaxud da bilməli deyil. Amma nəyi azaltmaq, nəyi azaldaq? Mən də yəni sizin bu veriliş və sualınızın cavabı olaraq, yəqin ki, bu verilişdən sonra müzakirələr olacaq. Daha konkret olaraq, məsələn, Azərbaycan tədrisində və yaxud da məzmununda hansı məqamlar var ki, onları məsələn cəmiyyət yekdilliyi ilə çıxartmağın tərəfdarı. Yekdillik olmasa da ən azı çox böyük bir pay etibarı ilə. Yəni hətta mütəxəssislər bu sualın cavabını mənə görə birmənalı verə bilmir. Yəni məsələn hansı fənni çıxartsaq
Azərbaycan təhsilinin məzmunu daha uyğun olar. Yəni bununla bağlı özümün şəxsi fikrim ola bilər, amma bu məsələn müzakirə şəxsi fikirlərdən yox, daha çox uşaqlar üçün olan fikirdən gedir. Sadaladığım hansısa çərçivələr bu prosesdə sürətli və çevik addımlar atmağa mane olur. Bəli, biz öz tərəfimizdən çalışırıq ki, bu model dəyişsin və Azərbaycan belə deyək, təhsilinin təşkili, mən əvvəl də bunu qeyd etmişəm, adambaşı maliyyə sisteminə keçid prosesinə inanıram ki, daha çevik mexanizmlər tətbiq etməyə imkan verəcək. Azərbaycanda elə sahələr və o sahələrlə bağlı elə məsələlər var ki, insanların gündəlik həyatını təşkil edir, həyatlarının mərkəzində olur və belə aktual olan məsələlərlə bağlı narazılıqlarda daha çox göz önündə olur. Məsələn, deyək ki, hansısa bir qızıl mədənindəki proses özlüyündə vacib bir sahədir, prosesdir, amma həyatımızın mərkəzində deyil, aktual deyil. Amma məsələn, səhiyyə, təhsil hamının evində olduğu üçün artıq biraz bununla bağlı narazılıqlarda daha çox gözə çarpır. Sizcə bu təhsillə bağlı narazılıqlar niyə səngimir? Niyə həmişə aktualdır və həmişə göz önündədir? Bir çox hallarda insanların övladları ilə bağlıdır. İnsanların da öz övladlarına qarşı həssas olması gözləniləndir, normaldır. Hər bir valideyn yəqin ki, öz övladına qarşı həssasdır və onun həyatında baş verən bu və digər hadisə onun üçün kifayət qədər böyük hadisədir. Amma nədən narazı olmaq da mənə görə vacibdir. Çünki əslində narazılıq öz-özlüyündə bizi irəli apara biləcək bir şeydir. Çünki nədənsə narazıyıqsa, biz də onu haqlı qəbul ediriksə, o aradan qaldırılırsa, deməli bir addım irəli atırıq. Bizim daha çox aldığımız narazılıqlar dərs saatlarının düzgün bölünməməsi, hansısa müəllimin hansısa məktəbdə məktəb rəhbəri ilə münaqişəsi, valideynlərlə şagirdlər arasında olan ünsiyyət, məktəb daxili mühitdə iki şagirdin arasında olan məsələlərdir. Bilmirəm, sertifikasiya prosesindən danışaq. Bu proses, yəni müəllimin peşəkarlıq səviyyəsini yoxlamaq üçün çox vacibdir, amma burada başqa məqamlar çıxır ki, yəni narazılıqlar bundan olur ki, ciddi kadr boşluğuna səbəb olur və ya yəni təcrübəli müəllimlərdə psixoloji gərginlik də yaranır. Bir də başqa bir məsələ var, maaş artımının yüksək nəticə göstərənlərə şamil olunması da mütəmadi müzakirə olunur. Ümumiyyətlə sistemdən çıxan, həm bu səbəbdən çıxan və yaxud yaş həddinə görə sistemdən çıxan müəllimlərin yerini dolduracaq kadrların keyfiyyətinə zəmanət varmı və eləcə də bu pedaqoji fəaliyyətin, bu pedaqoji fakültələrin nüfuzunu artırmaq üçün hansı islahatlar aparılırmı yəni? İlk növbədə sertifikatlaşdırma prosesi bundan əvvəlki, yəni suala oxşar olaraq öz-özlüyündə hansısa müsbət məqamlar yaradır və hansısa mənfi məqamlar yaradır və bu müsbət məqamlarla mənfi məqamları biz müqayisə edib tərəzinin gözünə qoyub hansının daha ağır gəldiyini nəzərə alaraq qərar vermişik və yaxud da verməliyik. Sertifikatlaşdırma prosesinin mahiyyəti bundan ibarətdir ki, öz fənnini, məktəbdə öz fənnini bilən müəllimlər dərs deməlidir. Tədrisi onlar həyata keçirməlidir. Əsas məqsəd şagirdin öyrənməsidir. Yəni uşağın öyrənməsidir, uşaqdır. Yəni bu biz İlk növbədə uşaqdan, sonra onun ətrafında olan dəyişənlər haqqında düşünməliyik. Birinci özümüzü, sonra uşağı düşünsək, onda səhv addımlar atmış olarıq. Bunun müsbət tərəfi nədən ibarətdir? Artıq dediyim kimi, biz yəqin ki, sertifikatlaşdırma prosesinin yekun nəticələrini təxminən bir həftə ərzində, 2 həftə ərzində ictimaiyyətə təqdim edə biləcəyik, amma artıq şəkil formalaşıb. Və burada yalnız yüksək bal yığan müəllimlər deyil, sertifikatlaşmadan keçmiş bütün müəllimlərin əmək haqqısı artır. Sadəcə olaraq diferensiallaşmış şəkildə artır. Bir qisminin maaşı 10%, bir qisminin maaşı 35% və görünən bundan ibarətdir ki, 10 minlərlə müəllimin maaşı 35%, başqa 10 minlərlə müəllimin maaşı 10% artıb və dediyim kimi bu konkret rəqəmlər artıq proses bitdikdən sonra biz ictimaiyyətə bunu təqdim etmişik də əvvəlki dövrlərlə bağlı, bu dövrlə də bağlı edərik. İstənilən islahat prosesinin ağrılı tərəfləri də var. Bundan yəqin ki, ən az ağrılısı bu prosesdə psixoloji gərginliyin keçirilməsidir, amma bir neçə min müəllimin işdən azad olunması, onlarla əmək müqavilələrinə xitam verilməsi öz-özlüyündə əvvəl də qeyd etdiyim kimi bu bizim üçün də o qədər xoş olmayan və yaxud da bizim böyük sevinc hissi ilə həyata keçirdiyimiz bir proses deyil. Yəni insan olaraq təbii ki, biz bu prosesin hər bir fərd üçün nə qədər ağrılı və nə qədər çətin olduğunu anlayırıq. Amma burada iki seçim var. Yəni hansının pis, hansının daha pis olduğu ölçüb-biçib daha az pis olanı seçməliyik. Çünki bir ondan ibarət ki, bu müəllimlər, yəni bu öz fənni üzrə sualların yarısına cavab verə bilməyən ki, biz bu sualları da ictimaiyyətə açıqlayırıq və düşünmürəm ki, bu suallar o qədər də çətin suallar olub. O adamlar bizim övladlarımıza dərs deyirlər. Yəni bu öz-özlüyündə pis seçimdir. Bunun müqabilində 10 minlərlə, 100 minlərlə şagirdin heç olmasa gələcəyinin daha yaxşı, nisbətən daha yaxşı olması ilə də bağlı qərar verir. O ki, qaldı ki, burada işdən xaric olunan müəllimlərin əvəzinə
yeni müəllimlər onları əvəz edə biləcəkmi yoxsa yox? Yenə də məncə şəxsi rəy və subyektiv fikirlərdən daha çox rəqəmlərə baxsaq məna kəsb daha yaxşı məna kəsb etmiş olaraq bu suala cavab verərkən görünən ondan ibarət ki, son 10 il ərzində müəllimlərin işə qəbulu mərkəzləşmiş MİQ deyə imtahanları ilə işə qəbul olunmuş müəllimlərin 99.8, yəni bir neçə nəfər istisna olmaqla bütün müəllimlər sertifikatlaşma prosesindən uğurla keçib. Bu adamların təxminən 80% yüksək bal toplayıb. Yəni son 10 il ərzində işə qəbul olunmuş müəllimlərin ən azı fənn üzrə bilik səviyyəsi əvvəlki dövrlərdə, yəni mərkəzləşmiş imtahan olmadığı dövrdə işə qəbulla müqayisədə təxminən 2.5 dəfə yuxarıdır. Yəni bu öz-özlüyündə sizin sualınıza mənə elə gəlir ki, cavab verir. Eyni zamanda sual ondan ibarətdirsə, bunu da ictimaiyyətə açıq məlumatdır, yəni və detallı şəkildə təqdim oluna bilər. Biz 1990-cı illərdə, 2000-ci illərdə və 2010-cu ildən sonra deyək və 2020-ci ildən sonra ali təhsil müəssisələrinin müəllimlik ixtisaslarına qəbul olan tələbələrin ballarına da baxsaq, burada da əsaslı dəyişikliklər görə bilərik. Məsələn, misal üçün 2013-14-cü ildə Pedaqoji Universitetinin ibtidai sinif müəllimliyində 500 baldan yuxarı toplamış tələbələrin sayı bir neçə adam idi. Yəni bu yüzlərlə deyildi. Hal-hazırda bizim yüzlərlə belə tələbəmiz var və biz istəyirik ki, onlar müəllimlik ixtisası. Çünki burada böyük məsələlərdən də biri həmin insanların pedaqoji təhsillərini bitirdikdən sonra müəllim peşəsini seçmələridir. Və eyni zamanda yenə deyirəm, tənqidlər müəyyən mənada ola bilər. Bayaq da dediyim kimi tənqid bu prosesin labüd bir hissəsidir. Amma həqiqət bundan ibarətdir ki, müəllim əmək haqqısı son illərdə müxtəlif islahat addımları ilə dəfələrlə artırılıb. Yəni və əvvəlki dövrlər ola bilər ki, indiki dövrdə biz yenə də təbii ki, müəllimin əmək haqqısının nə qədər yüksək olması Təhsil Nazirliyi olaraq da yəni hamı həmişə bu məsələ diqqətdədir və daim olaraq biz bu məsələnin daha da irəliyə doğru atılmalı və bu ildə məsələn bu gün də keçirilmiş sertifikatlaşma imtahanından sonra bəlli sayda insanın, yəni bu say, yəni bir həftə ərzində bir neçə min adamın əmək haqqısı ya 10% ya 35% artacaq. Ötən il də belə olub, ondan əvvəlki il də belə olub. Yəni hər il müəllimin orta əmək haqqısı statistik olaraq yəni yuxarı qalxıb. Şahid oluruq ki, bəzən o imtahan nəticələri ilə müəllimlərin real pedaqoji bacarıqları üstə düşmür. Və yaxud digər bir problem deyək ki, regionlarda bu vakant yerlərin dolmaması müəllimlərin işə qəbul imtahanından sonra. Ümumiyyətlə Nazirlik bu sistemin daha effektiv işləməsi üçün nələri planlaşdırır? Bugünkü proses, yəni müəllimlərin işə qəbulunun mərkəzləşdirilməsi artıq bir 10-15 ilə qədərdir, səhv etmirəmsə 2012-ci ildən tətbiq edilən bir prosesdir. Proses əsasən niyə görə baş verib? Yəni daha yaxşı müəllim seçmək sualından çox prosesi şəffaflaşdırmaq və rüşvətlə mübarizə aparmaq məqsədi üçün atılmış addımdır. Yəni müəllimlərin işə qəbul prosesinin mərkəzləşdirilməsi inanıram ki, bugün cəmiyyət də bunu qəbul edir və hansısa faktlar da yoxdur ki, bu prosesin şəffaflığına biz nail olmuşuq. Mümkündürmü ki, bu proses daha əks mərkəzləşdirmə yolu ilə getsin? Məsələn, qiymətləndirməni Nazirliyi keçirir və müəssisə rəhbəri özü qərar verir ki, 3 nəfər imtahandan keçmiş deyək, siz mənim qarşımda oturmusunuz, 3 nəfər imtahandan keçmiş müəllimdən heç də balı ən yüksək olmayan, amma onun fikrincə daha yaxşı müəllim hesab etdiyi şəxsi işə götürsün. Yəni sizin dediyiniz, bütün dünyada bu demək olar ki, belə baş verir. Burada bir neçə sual yaranır. Sualın birincisi ondan yaranır ki, müəssisə rəhbəri bunu doğru dürüst edə biləcək. Müəssisə rəhbəri deyəndə mən təxminən bizim kontekstdə 4000 adam nəzərdə tuturam. Yəni biz o adamlara nəzarət edək. Biz o adamlara inanırıq. Yəni gəlin sualı buradan başlayır. Biz deyəndə mən yox, mən bəlkə də inanıram, amma cəmiyyət həmin adamları, cəmiyyət istəyirmi ki, bunu nazirlik yox, 4000 adam həyata keçirsin. Etsə, nazirlik belə bir qərar versə, belə bir səlahiyyət versə, həmin adamların qərarları şəffaf qəbul olunacaqmı? Çünki mən sizə başqa bir misal verim. Başqa bir misal direktorların işə qəbuludur. Məsələn, məndən sorsanız bizim ən böyük problemimiz nədən ibarətdir? Mən bunu həmişə bizim hələ də cəmiyyətin müsahibəyə inamı çox aşağıdır. Yəni məsələn, siz 3 nəfər direktor namizədsiniz, bütün kriteriyalara uyğun gəlirsiniz. Pedaqoji ali təhsiliniz var, 5 il iş təcrübəniz var, hansısa imtahan prosesində müvafiq balı toplamısınız.
biriniz 54 bal, biriniz 53 bal, digəriniz deyək, üzr istəyirəm, 52 bal toplamısınız. Misal üçün, bu misaldır da, sadəcə izah eləmək üçün. Mən sizinlə söhbət edirəm, çünki səlahiyyətim gərəyi direktor təyinatı səlahiyyəti deyək ki, agentliyin rəhbərindədir bu gün. Yəni, düzdürmü? Agentlik rəhbəri olaraq sizin söhbət edirəm və söhbət əsnasında məlum olur ki, əslində 52 bal toplamış namizəd direktor vəzifəsinə daha uyğundur. Və siz mənim fikrimcə, rəyimcə və səlahiyyətim çərçivəsində sizin direktor olacağınızı düşünmürəm. Yəni və yaxud da ki, hesab edirəm ki, həmin şəxs daha yaxşı direktor ola bilər. Çünki o varsa niyə sizi təyin edir? Bu tipli qərarlara qarşı qəbullanma bizim cəmiyyətdə çox aşağıdır. Daha sadə desəm, mən əgər səlahiyyətin sahibiyəmsə, bu səlahiyyət çərçivəsində bu yoldaşı məktəb direktoru görürəmsə, müəyyən mənada mən ədalətsiz qərar vermirəm. Sadəcə o səlahiyyətlərimdən istifadə edirəm. Yəni bu hələ ki düşünürəm biz oradan çox uzaqdayıq. Ona görə bütün sistemlərimiz avtomatlaşmış sistemlərdir. Cənab nazir, şagirdlər məktəbdən sonra repetitor yanına gedir, kurslara gedir, əlavə testlərlə yüklənirlər. Maraqlıdır, nazirlik olaraq Azərbaycan təhsilində repetitorluq anlayışının azaldılması yaxud gələcəkdə nə varsa tam aradan qaldırılması üçün hansısa işlərin görülməsi planlaşdırılırmı? Bu yəqin bu sual ən ağrılı və ən çətin suallardan deyərdim ki, biridir. İstənilən valideyn öz övladı üçün əlavə məsələn skripka dərsi və yaxud da piano dərsinə öz övladını qoya bilərmi? Onun belə bir hüququ varmı? Onun belə bir hüququ var. Yəni bu nöqteyi nəzərdən valideyn öz övladına əlavə olaraq riyaziyyata, xarici dilə və yaxud da kimyaya, fənn üzrə əlavə dərs alıb öz övladına əlavə dərs keçmək üçün belə bir xidmətdən yararlanmaq hüququ varmı? Var. Bu pisdirmi? Yox. Burada pis heç nə yoxdur. Bəs problem nədən ibarətdir? Burada birinci məsələ ondan ibarətdir ki, repetitorlar kimlərdir? Yəni repetitor əgər həmin uşağa səhər deyək növbəsində dərs deyən müəllimdirsə və o günortadan sonra o uşağa yenə repetitorluq edirsə, məncə burada böyük problem var. Burada bir problem etik problemdir. Bir problem belə də biraz da məntiqsizlik var. Niyə görə? Çünki əgər həmin müəllim bu uşağa riyaziyyatı öyrədə bilirsə, onu məktəbdə öyrədə bilər, düzdürmü? Öyrətmək istəmirsə ki, öyrətməyim, daha sonra valideyn mənə əlavə ödəniş etsə, mən ona riyaziyyatı öyrədərəm, onda bu etik problemdir. Yəni repetitor və müəllim iki fərqli adam deyil, bunlar eyni adamlardır. Sadəcə olaraq burada qaydalar ola bilər, olmalıdır ki, mənim inandığım budur ki, sinifdə öz şagirdi olan həmin şagirdə eyni müəllim həm müəllimlik, həm də repetitorluq edirsə, bunu mən dəfələrlə qeyd etmişəm. Düşünürəm ki, bu problemdir, bu ciddi problemdir və bu olmamalıdır. Başqa bir məqam ondan ibarətdir ki, niyə repetitorluq bu qədər tələb böyükdür? Yəni bu həqiqətən də əgər artıq bunu keçirik də biz deyirik ki, müəllim həqiqətən də məktəbdə uşağa dərs deməlidir ki, müəyyən mənada həmin uşaq həmin müəllimin yanına getməsin. Yox, müəllim dərs deyir, valideyn bu dərsdən razı deyil, başqa bir müəllimin yanına getmək istəyirsə, bu ayrı bir mövzudur. Yəni bu öz-özlüyündə ola bilər problemdir, amma bu iki fərqli problemdir. Yəni bu iki problemi mən bir-birindən fərqləndirirəm. Üçüncü məqam ondan, yəni bu daha doğrusu ikinci məqam deyək, ondan ibarətdir ki, niyə bu qədər repetitorluq vüsət alıb? Bunun mənə görə kökünü araşdırmaq lazımdır ali təhsilə qəbulda və Azərbaycan cəmiyyətində ali təhsilli olmanın dəyərinə baxışda. Yəni bunun səbəbi müəyyən mənada araşdırma deməyək də, yəni biz qəbul etməliyik ki, bugünkü gündə hər bir şagirdin məzunun qarşısında bir məqsəd durur, dar bir məqsəd durur ki, o ya ali təhsil müəssisəsinə qəbul olmalıdır, qəbul olmursa onda o başqa bir belə deyək də başqa yaxşı yolu yoxdur. Yəni o uğurlu və uğursuz məzunu ali təhsilə qəbul müəyyən edir. Bizim o ümumi təhsil müəssisələrini 110 min deyək, müxtəlif illərdə 100 min, 110 min, 120 min məzun bitirir. Əvvəlki illərində təbii ki, uğursuz məzunların bunun üzərinə gələndə şərti olaraq deyək 130 min, 140 min insan əgər ali təhsil müəssisəsinə qəbul olmaq arzusundadırsa və yalnız 60 min qəbul yeri varsa, burada hansı şərtlər çərçivəsində bu yerləşdirməni aparırsınızsa aparın, 100 min arzu edən şəxs varsa, 60 min yeri varsa, 40 min adam kənarda qalmalıdır. Və bu öz-özlüyündə bir yarış yaradır. Yəni o mənada yarış yaradır ki, həmişə gedib kənarda daha yaxşı hazırlaşmaq və daha çox hazırlaşmaq üçün çünki 2 yer var və şərti olaraq 3 nəfər isə
üçümüz yaxud da 4 nəfərik şəxs olaraq biz 2 yer uğrunda mübarizə aparırıqsa, prinsipcə biz həmişə kənarda gedib bir-birimizdən daha yaxşı hazırlaşmaq üçün motivasiyamız və ya marağımız olacaq. Niyə? Çünki yalnız 2 yeri var və bu 2 yeri qazananlar uğurlu olacaq, digər 2 adam isə uğursuz olacaq. Yəni inandığım budur ki, bu prosesin həlli bir qədər daha uzun müddət tələb edəcək. Ya biz nəyi həll etmək istəyirik? Bu artıq yəni bu günləri biz bu həll barədə fikirləşirik. Tam orta təhsilli və ya siz bayaq təmayülləşmə ilə bağlı sualınızı bəlkə yarımçıq cavab verdim, üzr hesab edin. Yəni məhz tam orta təhsil və təmayülləşmə müəyyən mənada bir cəhddir ki, biz valideynə bu mesajı veririk ki, baxın, bu gün dövlət sektorunda, dövlət ümumi təhsil müəssisəsində heç bir əlavə ödəniş etmədən ən yaxşı ali təhsil müəssisələrinə hazırlığı tədris edən müəllimlə siz öz övladınızı ali təhsil müəssisəsinə hazırlaya bilərsiniz. Bu ideal seçimdir. Məndən soruşursa yox. Cəmiyyətin sifarişidirmi, tələbidirmi? Bəli. Biz cəmiyyətin sifarişinə, tələbinə xidmət etmək üçün bu yoldan gedirik. Tam orta təhsil müəssisəsində biz bunu edə bilərik. Mənim inandığım odur ki, məsələn, tam orta zaman etibarilə bunun həllini harda görürəm? Biz daha çox insanın, mən məsələn ali təhsili ən azı bütün belə deyək, ixtisaslara və bütün ali təhsil müəssisələrindən heç də rəqabətli görmürəm. Mənə görə ali təhsil sadəcə o təhsilin növbəti pilləsidir və buradan yəni kim istəyirsə təhsil ala bilər. Daha çox ali təhsilə qəbul olmaq o qədər çətin olmamalıdır. Ali təhsili bitirmək daha çətin olmalıdır. Bizim məncə problemimiz ondan ibarətdir ki, bizdə ali təhsil yerləri, yəni yenə çətindir nə mənada? Çətin asan çox nisbi anlayışdır da. Bizdə təxminən bu 11-də 6-dır və yaxud da 2-də 1-dir. Baxır nə qədər məzun var, nə qədər qəbul yeri var. Amma ali təhsili bitirmək ehtimalı bizdə 85-90% üzərindədir. Yəni sən qəbul olmusansa mütləq bitirəcəksən. Və məsələn burada bu rəqəm məsələn 90% rəqəmi bizdə daha çox narahatçılıq yaratmalıdır. Hə, bəli, sizin sual verə bilərsiniz, axı bu insanlarda narahatçılıq yaradacaq. Məncə bir mühəndis olmaq rahat proses olmamalıdır. Bir həkim olmaq, yəni dünyanın heç yerində yaxşı mühəndis olmaq üçün rahat yol yoxdur. Dərsliklərdəki elmi-texniki səhvlər, eləcə dil qüsurları hər il müzakirə mövzusu olur. Niyə hələ də dərsliklərin yazılması ya monitorinq mexanizmində fundamental bir standart 30 ola bilməyib? Biz 300-dən çox dərslik çap edirik, müxtəlif dillərdədir. Və səhvlər deyəndə biz hansı səhvlərdən danışırıq, bu da önəmlidir. Bu suala mənim cavabım ondan ibarətdir ki, bəlli bir prosedur var. Dərslik, yəni müəyyən mənada qısa müddətdə yazılır. Əvvəllər daha qısa müddətdə yazılırdı. İndi heç olmasa bu proses 2 il çəkir. Yəni əvvəlki dövrlərdə bu təxminən 6 aylıq bir proses idi. Yəni 6 ay ərzində siz kiməsə tapşırıq verirsiniz ki, o bir 100 min adamı əhatə edəcək bir dərslik yazacaq. Onun səhv eləmə ehtimalı varmı? Var. Düzdürmü? İndi bu 2 illik prosesdir. Yəni dərslik yazılır, ehtiyat dərsliklər. Onlar ümumi təhsil müəssisələrinə 1 illik sınaq üçün göndərilir. İkincisi, 1 il sınaqdan keçəndən sonra müəllimlərdən, şagirdlərdən müəyyən rəylər toplanılır. O bir daha işlədilir və ikinci il belə deyək, bəzi hallarda bu çox kənara çıxmalar olanda ikinci dəfə də sınaq üçün göndərilə bilər. Ondan sonra müvafiq qurumlara, yəni müvafiq institutlara, bu sahənin sahəvi müəssisələrə göndərilir. Dövlət İmtahan Mərkəzinin ekspertləri tərəfindən rəy verilir və ən vacibi bütün dərsliklər hamı üçün açıqdır. Yəni dərslik çap olunmamışdan əvvəl Azərbaycanda hamının dərsliyi görüb, oxuyub ona rəy və şərh bildirmək hüququ var. Ona görə mənim burada ikinci arqumentim ondan ibarətdir ki, dərslik üçün, yəni ürəyi yanan insanlar, üstəlik bu çox vacibdir. Dərslik çap olunmamışdan əvvəl səhvi tapsa, bu uşaqlar üçün də, bizim üçün də, onun üçün də faydalı olar. Yox, dərslik yazılandan sonra kimsə sadəcə olaraq çay içəndə orada bir hərf səhvi tapıb bunu Azərbaycan təhsilinin ən böyük problemi kimi qələmə verirsə, mən bunu əhəmiyyətli hesab etmirəm. Dərslikdə həmişə hərf səhvi olub da, yəni məncə bundan sonra da olacaq. Yəni səhvlər deyəndə nə qədər səhvdən danışırıq? Yəni neçə səhvdən danışırıq? Bunun məsəl üçün məsələndə mənə görə riyazi olaraq bu çox önəmlidir ki, neçə səhifə dərslik çap olunur, onun neçəsində səhv var. Məsələn, yəni sözdə səhv axtarırsa, dərslikdə nə qədər sözümüz olubsa, o sözün neçəsində səhv var. Yəqin ki, biz 5, 6, 7 amma məndən soruşsa dərslikdə problemlər varmı? Bizim dərsimizdə ciddi problemlər var. Yəni o mənada ciddi problem var ki, bizim məzmun problemimiz var. Yəni biz oturub dərsliyin kimyanın, fizikanın, biologiyanın növbəti nəslin fizika, kimya, biologiyasına uyğun olub-olmamasının mübahisəsini eləyək. Orada da mən müəyyən mənada tənqid edən tərəf də ola bilərəm. Hətta düzdür, mənim indi yəni daşıdığım vəzifənin funksiyası deyil, amma
söhbət əgər vətəndaşlıq mövqeyindən gedirsə. Yəni bu nöqteyi nəzərdən məncə biz istənilən sahədə əhəmiyyətli problemlər var ki, onları həll etmək lazımdır və əhəmiyyətsiz problemlər var. Dərslikdə məsələn deyək hansısa mövzusu yoxdursa, bu ciddi problemdir. Hansısa mövzu artıqdırsa, bayaq siz sual verdiniz, məsələn ki, məzmun uyğundur yoxsa yox. Biz bu qədər mövzu keçməliyikmi? Bəlkə daha az mövzular keçək, bəlkə fərqli mövzular keçək. Bəlkə Azərbaycan, nə bilim, tarixi, Azərbaycan dili, yaxud da kimya və yaxud biologiya fənnində yeni yaranmış elmi nailiyyətləri həmin dərsliklərə gətirək. Mənə görə mən səmimi olaraq bizim nə mediamızda, nə ictimai müzakirələrimizdə bu tipli narazı mövqe görməmişəm. Yəni görsəm çox sevinərdim. Çünki bu kifayət qədər maraqlı mövzudur ki, bunun əsasında oturub mübahisə eləmək də maraqlıdır. Ən azı buna vaxt sərf edə bilərik. Amma məsələn filan dərslikdə mən hərf səhv tapmışam. Yəni bunun cavabı ondan ibarət ki, mən sizdən çox üzr istəyirəm. Mən sabah hərf səhvini elektron dərslikdə düzəldərəm, məsələ də həll olunar. Yəni əgər bu belə böyük problemdirsə. Yəni ona görə deyirəm, bizim problemlərimiz var və onlar az deyil. Sadəcə olaraq onların hansının əhəmiyyətli, hansının əhəmiyyətsiz olduğunu ayırıb əhəmiyyətlilər ətrafında müzakirə aparmağımızda düşünürəm ki, daha böyük fayda var. Cənab nazir, hazırda Azərbaycanda məktəbə qədər təhsil pilləsində istər əlçatanlıq baxımından, istər keyfiyyət baxımından hələ də fərqlər qalmaqdadır. Deyək ki, dövlət bağçalarında yer azlığı məsələsi və yaxud məsafə məsələsi, özəl bağçalarda yəqin ki, qiymətlərdən xəbəriniz var. Bir çox ailələr üçün əlçatan deyil. Nazirlik bu sahədə problemləri aradan qaldırmaq üçün hansı hədəfləri müəyyənləşdirib? Anladığımız bundan ibarət ki, daha çox uşaq üçün məktəbə qədər hazırlıq yerləri olmalıdır. Modellər nədən ibarətdir? Bilirsiniz, icma əsaslı məktəbə qədər qruplar kiçik kəndlərdə təşkil olunur. Bu təşəbbüs özünü doğruldur. Bu gün 15 mindən çox deyək uşaq, mən bir neçə yüz səhv edə bilərəm, amma işin mahiyyəti etibarı ilə, yəni bu 10 nəfər, 20 nəfər deyil, uşaq bu icma əsaslı qruplara cəlb olunub bu tədrislindən. Biz çox vacib olan bir islahat, valideyn, dövlət partnyorluğu əsasında bir modeli seçmişik. Bu da özəl sektorda deməli hər bir uşağa vauçerin verilməsidir. Bu vauçer müəyyən məbləği 3000 manata qədər, bəzi yerlərdə 2500, bəzi yerlərdə 3500 manata qədər məbləği dövlət tərəfindən özəl sektora ödəyir ki, onun yerdə qalan hissəsini valideyn ödəsin. Bura çox ciddi maraq var. İnanıram ki, bu model gələcəyin modelidir. Eyni zamanda ucqar yerlərdə hansısa səyyar məktəbə qədər təhsil müəssisələri, müəssisə demək məktəbə qədər fəaliyyətdə təşkil olunur. Bütün bu belə deyək təşəbbüslərlə biz 1-5 yaşlı uşaqların təxminən 40%-dən çoxunu artıq məktəbə qədərə cəlb etməyi nail olmuşuq və bu rəqəmin 50%-ə çatmağını yaxın illərdə hədəfləyirik. Sadəcə olaraq deyim ki, 10 il bundan qabaq bu rəqəm 11-12% idi. Yəni burada səbirli olsaq, mən inanıram ki, bu istiqamətdə uğurlarımız davamlı olacaq. Azərbaycanın 2027-2030-cu illər sosial-iqtisadi inkişaf strategiyasında bildirilir ki, Bakıdakı universitetlərin köçürülməsi, eləcə də bölgələrdə yeni universitetlərin açılması məsələsi öz əksini tapacaq. Bununla bağlı vəziyyət nə yerdədir? Burada bir neçə yəqin yenə də suala bir neçə tərəfdən cavab verim. Birinci məsələ budur ki, bu gün təxminən tələbə kontingentinin 3/2-si Bakı şəhərində və yaxud da onun ətrafında, 1/3-i Bakıdan kənardadır. Son illər tələbələrin sayı artmaqdadır, çünki ali təhsil daha əlçatandır, daha qəbul planlarımız artır. Biz daha çox adamın ali təhsilli olmasının tərəfdarıyıq. Birmənalı olaraq regional universitetlərimiz də, Bakıdan kənarda olan universitetlərimiz də say etibarilə artmaqdadır. Bu istiqamətdə həm müəyyən mənada həmin universitetlərin genişlənməsi, biz kimi məsələn Mingəçevir Dövlət Universitetinin indi yeni kampus tikilir, Qarabağ Universiteti yeni açılıb, yəqin Naxçıvan Dövlət Universitetində, Lənkəran Dövlət Universitetində saylar artmaqdadır. O cümlədən Azərbaycan Dövlət İqtisadi Universitetinin Zaqatala filialı və s. İkinci məqam ondan ibarətdir ki, bunun mütləq köçürmə üsulu ilə deyil, həm də məsələn elə bizim universitetlərimiz var ki, bunlar köklü 100 yaşı olan universitetlərdir və onları yəqin ki, köçürməkdən daha çox saylarının azaldılıb, yəni həm tələbə kontingentinin sayını azaldıb keyfiyyəti artırmaq istiqamətində işləməliyik və bu istiqamətdə də işimiz artıq 2 ildir davam edir. Yəni çünki burada nə baş veribdi? Azərbaycanda yəni bu nə qədər də həssas səslənsə də bir tələbənin təhsil haqqı digər yerlərlə müqayisədə çox aşağıdır. Bu kifayət qədər çətin
Düzdür, tələbə üçün bu nə qədər ucuz olarsa bir o qədər yaxşıdır, amma bir şey də unutmamalıyıq ki, bu nə qədər ucuzsa bir o qədər keyfiyyətsizdir. Bu istiqamətdə sabah qrupları bilirsiniz ki, vacib həll olur. Dövlət yəni bu istiqamətdə əlindən gələni edir. Sabah qruplarında biz dövlət sifarişinin üzərində 2 qat belə deyək də maliyyə ayırırıq ki, heç olmasa keyfiyyət artsın. Hələ ki belə deyək müəyyən mənada bu öz nəticələrini verir. Ötən il hətta dövlət sifarişində iştirak etməyən bir neçə ali təhsil müəssisəsi də bu təşəbbüsə qoşulub. O cümlədən ADU Universitetində biz bu təşəbbüsü və gördüyünüz kimi artıq yüksək bal toplayan tələbələrimizin, yəni həmin ali təhsil müəssisələrində ballar biraz da qalxır və biz bir çox ali təhsil müəssisələrini sabah proqramları ilə dəstəkləyirik və dəstəkləməyə davam edəcəyik və bu təşəbbüs genişlənəcək. Bizim anladığımız hal-hazırda və ya həyata keçirdiyimiz islahat nədən ibarətdir? Necə edək ki, ciddi sosial narazılıq yaratmadan, yəni ali təhsilin keyfiyyətini qaldıraq, eyni zamanda şəhərdə sıxlığa təsir etməmək üçün, regional inkişaf, universitetlərin inkişaf etdirmək üçün tələbələri daha çox regionlarda təhsil almasını nail olaq. Regionlarda tələbələrə yaxşı təhsil vermək mümkündürmü? Bəli, müxtəlif ixtisaslarda, bəzi ixtisaslarda bu regionlarda daha yaxşıdır deyə düşünürəm. Elə regional universitetlərimiz var ki, onların təhsilin keyfiyyəti Bakı şəhərində yerləşən elə ali təhsil müəssisələri var ki, onlardan daha yaxşıdır. Düzdürmü? Bu mənada bu çox vacibdir. Azərbaycanda tələbələrin yaşı çox aşağıdır. Çünki biz 17-18 yaşlı uşaqlardan danışırıq və bir çox hallarda valideynlər onları özlərindən uzağa buraxmaq istəmirlər. Təbii ki, birinci məsələ keyfiyyətdir. İkinci məsələ bunun maliyyələşməsidir. Maliyyələşmə ilə bağlı sabah qrupları ilə, biz sabah belə deyək, təqaüdləri ilə bu prosesi inanıram ki, əsas şəkildə irəli apara bilirik və yaxud da biləcəyik və bilməkdəyik, daha dəqiq ifadə etsəm. Və 2-3 ildən sonra biz şəklə baxsaq bu sualımızın nəticələrini yəni daha yaxşı görəcəyik. Amma ümumən yəqin ki, regionlarda daha çox tələbə, Bakı şəhərində nisbətən daha az tələbə ssenarisinə qəbul planlarını tənzimləməklə, qəbul yerlərini tənzimləməklə getməyi mən daha real görürəm. Bu o demək deyil ki, regionlarda yeni ali təhsil müəssisələri açılamayacaq. Yəni təbii müvafiq belə deyək qərarlar olarsa, regionlarda yeni ali təhsil müəssisələrinin açılması nəzərdə tutula bilər. Cənab nazir, bu gün məktəblərdə, ümumiyyətlə təhsil sistemində infrastruktur yaxşılaşması ciddi dərəcədə müşahidə olunur, amma bununla yanaşı qalmaqda olan problemlər var. Məsələn, siniflərdə şagirdlərin çox olması, sinif sıxlığı, növbəli dərs və qəbul problemləri siniflərə, məktəbə qədərə, məktəbə. Sizcə bu problem, burada əsas problem nədir? Bina çatışmazlığı, müəllim keyfiyyəti, yoxsa idarə etmə problemləri? Müxtəlif yerlərdə məsələ müxtəlifdir. Yəni ilk növbədə ona qeyd edim ki, möhtərəm cənab prezidentin dəstəyi, o cümlədən çox hörmətli Mehriban xanımın və Heydər Əliyev fondunun dəstəyi ilə Azərbaycanda 90%-dən artıq məktəb demək olar ki, ya əsaslı təmir olunub, ya yenidən tikilib və bizim çox az sayda məktəbimiz qalıb ki, növbəti illərdə mərhələli şəkildə yəqin ki, infrastruktur məsələsini həll etmiş olacağıq. Yəni birmənalı olaraq 5 ilə, 10 ilə, 15 ilə və ya 20 il geriyə baxanda bugünkü məktəb infrastrukturu müqayisə edilməz dərəcədə sadaladığım dövrlərin hər birindən qat-qat yaxşıdır. Problemlər varmı? Hər bir sahədə olduğu üçün problem var. Onların da həlli istiqamətində iş gedir. İkinci məsələ bundan ibarətdir ki, təbii ki, əlinin qeyri, necə deyərlər, bərabər məskunlaşması, müəyyən, belə deyək, məskunlaşmadan irəli gələn problemlər biz yaşayırıq. Bu əsasən əlinin sıx yaşadığı məntəqələrdə bizim bəzi yerlərdə problemi həll eləmişik. Məsələn, deyərdim, Masazır qəsəbəsində və yaxud Binə qəsəbəsində. Burada məsələn bizim daha ciddi problemlərimiz var idi. Hal-hazırda daha ümumiyyətlə Abşeron və Xəzər, Sabunçu rayonlarında daha ciddi bu problemlər hiss olunur. Digər yerlərdə, yəni məktəblərin sıxlıq mənasında, yəni məktəblərimizin yəni sıxlıq problemi ilə yaşayan məktəblərimizin sayı 50-dən çox deyil. Yəni. Amma maraqlıdır, bir Azərbaycanın elm və təhsil naziri olaraq, həm də bir cəmiyyətin bir nümayəndəsi olaraq sizin özünüzü təhsildə qane etməyən hansı məsələlər var? Hansı ki, o sizin gündəliyinizdədir, siz onun həllinə çalışırsınız, amma bəzən çox çətin, mümkünsüzdür artıq. Biz məktəbə qədər təhsillə ibtidai təhsilin keyfiyyətini artıra bilsək, düşünürəm ki, uzun müddətli vədədə təhsilin növbəti pillələrində də dayanıqlı nəticə əldə edəcəyik. Yəni, ibtidai təhsil dediyim heç olmasa 6. Ona görə biz 4-cü, 6-cı sinifdə bütün uşaqları monitorinq edirik. Hər il çalışırıq ki, heç olmasa 2% daha yaxşı nəticə əldə edək, 1%. Yəni,
bilirsiniz o heç olmasa hər il 1% yaxşı nəticə əldə etmək uzun müddətli vədədə sizi daha yaxşı yerə gətirib çıxarır. Miras qalan odur ki, sən müəllimi işə götürmüsənsə 20 yaşında, o 60, 21 yaşında şərt 65 yaşına qədər işləyəcəksə, deməli 40 illik bir dövrə əhatə edəcək. İndiki 40 il əvvəlki 40 ildən fərqli olaraq hər il daha əvvəl məsələn yeniliklər 5 ildən, 10 ildən, 15 ildən bir olurdusa deyək, indi hər il dəyişir. Bu istiqamətdə daha yaxşı tədris edən, tədrisi daha yaxşı təşkil edən müəllimlərimizin sayının artması təhsilin uzun müddətdə daha yaxşı olması demək olacaq. Yaxşı müəllimlər də yalnız öz fənnini bilənlər deyil. Yəni yaxşı müəllimlər həmçinin əməkdaşlıq edə bilən müəllimdir. Yəni digər mən indi regiona gedəndə müəllimlərlə görüşürəm. Həmişə sual verirəm ki, aranızda neçə nəfər var ki, özü gedib başqa müəllimin dərsini dinləyir. Və yaxud neçə müəllim var ki, özü başqa müəllimi dəvət edir ki, sən mənim bir dərsimi dinlə, bəlkə mən nəyisə səhv edirəm. Və yaxud qiymətləndirməni bacarmaq. Həqiqətən də müəllim, yaxşı müəllim yaxşı qiymətləndirə bilən müəllimdir. Yaxşı qiymətləndirən yüksək qiymət yazan müəllim deyil. Yəni yaxşı şagirdə geri dönüş edib onun boşluqlarını izah edən müəllim. Məncə burada biz yavaş-yavaş irəliləyirik və fürsətdən istifadə edib təbii ki, müəllimlərimizə də öz dərin təşəkkürümü bildirirəm. Bir də üçüncü məsələ, yəni soruşsaz ki, biz nəyi dəyişməliyik? Məncə biz qiymətləndirmədə əsaslı dəyişikliklərimiz olmalıdır. Yəni müəllimlərimizin həqiqətən də uşaqlardan hansı sualları soruşması, bizim özümüzün bax müəllimlərin işə qəbulunda hansı suallardan istifadə edib müəllim seçməyimiz olduqca vacib məsələdir. Qlobal rəqabətin elm və innovasiya üzərində qurulduğu bir dövrdə Azərbaycanın elmi potensialının gücləndirilməsi üçün əsas prioritetlər hansılardır? Bu çox doğru sualdır, amma burada da yəni elmin inkişafı üçün bilirsiniz bir neçə zəruri şərt var. Təbii ki, mən maliyyə, insan kapitalı bunlar öz yerində, amma vacib şeylərdən biri elə bundan əvvəl toxunduğum sual məsələsidir. Yəni elm hansı suala cavab axtarır məsələ. Çünki insan dayandığı yerdə birdən-birə elmlə məşğul olmaq kimi fikrə gəlmir. Elm ehtiyac üzərinə, yəni tələb üzərindən formalaşır və o tədqiqat sualları deyilən məqam var. Yəni biz ona bəzi hallarda mövzu deyirik. Yaxşı xəbər ondan ibarətdir ki, biz ali təhsil müəssisələrinin irəliləməsində gördüyümüz əsas məqamlardan biri elmi işlərin sayının artmasıdır. Yəni Azərbaycanlı alimlər, Azərbaycanın ali təhsil müəssisəsində işləyən tədqiqatçılar və tədqiqat institutlarında işləyən alimlərimiz daha çox məqalələr yazır və bu məqalələr keyfiyyət etibarilə əvvəlki illərlə müqayisədə daha yaxşıdır. Niyə? Çünki dövlət tərəfindən də müəyyən stimul yaradılıb. Həm bütün elmi-metrik bilirsiniz ki, jurnallara, elmi-metrik bazalara çıxış əldə edilib bütün Azərbaycan boyunca. Azərbaycanda elmi məqaləsinin keyfiyyəti ilə seçilən alimlərə əlavə ödəniş edilir. Təxminən 500-ə yaxın alim bizdə 1000 manata qədər əlavə ödəniş alır və bu təsirlərini biz görməyə başlamışıq. Beynəlxalq əməkdaşlıqlarımız artır, yəni xüsusilə Azərbaycan-Türkiyə arasında. Boşluqlar hardan ibarətdir? Təbii ki, doktorantura təhsili məncə ciddi şəkildə islahata ehtiyacı olan sahədir. Yəni biz burada həm məzmun, həm forma, həm ümumiyyətlə istedadlı insanların, elmi gənclərin belə deyək, xüsusilə elmi sahəsinə, elmi iş sahəsinə cəlb olunmasında hələ böyük addımlar atmalıyıq. Burada boşluqlar deməyə, yəni buraya gəlib çatmamışıq müəyyən çatmaqdayıq. Bu il başlayırıq yeni doktorantura proqramlarını. Ümid edirik ki, faydalı, düzgün olacaq. Son dövrlərdə müəllimlərin yalnız dərs saatlarında deyil, dərsdən sonrakı prosesdə gün ərzində məktəbdə qalması müzakirə olundu. Cəmiyyət arasında da bu həm müsbət, həm mənfi tərəflərdən şərh edildi. Maraqlıdır, iki sual yaranır. Birincisi, bu fikir hansı zərurətdən yaranır ki, müəllim gəlir, özünə ayrılmış saatlarda dərsin deyir və sonra da o sonraki proseslə də məşğul olmaq üçün məktəbdə qalmalıdır. İkinci sual da ondan ibarətdir ki, müəllimlərin maaşına bu prosesin təsiri necə olacaq, yəni necə balanslaşdırılacaq? Kollektiv iş çox vacibdir. Çünki əməkdaşlıq edən bir yer. Bunun üçün də məktəbdə müəllim daha çox saat keçirməlidir. İkinci, dərsdən başqa müəllimin kifayət qədər başqa işləri var ki, biz buna görə müəllimə heç bir maaş ödəmirik. Yəni, məsələn, müəllim uşaqlardan nəyisə öyrənmək üçün sual yazmalıdır, düzdürmü? Dərs yoxlamalıdır. Şagirdlə oturub ona ünsiyyət, geri dönüş edib, problemləri hardadır, onu dinləməlidir. Digər müəllimlərlə bir yerdə peşəkar inkişaf layihələrinə qoşulmalıdır. Bəli. Yəni bu mənada müəllimin məktəbə sahiblənməsi düşüncə çox vacibdir. İkinci vacib məqam isə ondan ibarətdir ki, müəllimin yəni əmək haqqısının artırılmasına sadə hesabı əsasda hesablanarkən bunun artırmağa çox da asan deyil nail olmaq. Çünki yəni müəllimlərin
hər bir müəllimə 20 saat, 24 saat dərs saatı verməyə dərs saatı yoxdur. Yəni bu da ikinci problemdir. Ona görə tam ştatlı müəllim məsələsi inanıram ki, həm müəllimin işinin daha keyfiyyətini artırmaq, həm də əmək haqqısını artırmaq baxımından vacib islahat ola bilər, amma bu dediyim kimi hələ müzakirədə olan məsələdir və yəqin ki, olacaq yaxın gələcəkdə. Müəllimin əmək haqqısı mənim düşüncəm bundan ibarətdir ki, bu şərtlər çərçivəsində orta əmək haqqıdan yüksək əmək haqqı olmalıdır. Emin müəllim, mən böyük qayıdış məsələsinə toxunmaq istəyirəm. Böyük qayıdış çərçivəsində qurulan təhsil sistemi təbii ki, bugünkü ehtiyaclara deyil, gələcək 10 illiklərin inkişaf hədəflərinə xidmət etməlidir. Bu baxımdan Qarabağ və Şərqi Zəngəzurda təhsilin inkişafı üçün hansı yeniliklər gözlənir, hansı yeniliklər tətbiq olunacaq? Yəni burada bir neçə məqsəd var. İlk növbədə təbii ki, bunun görünən tərəfi ondan ibarətdir ki, hal-hazırda 25 deməli bizim ümumi təhsil müəssisəsi, 13 məktəbə qədər təhsil müəssisəsi artıq işğaldan azad olmuş ərazilərdə fəaliyyətə başlayıb. Təxminən 4500 civarında şagird təhsil alır. Növbəti tədris ilində biz bunun daha sürətlə artacağını gözləyirik. Çünki bu illər ərzində daha çox biz infrastruktur layihələri ilə məşğul idik, amma yəqin ki, yaxın illərdə bu sayı artacaq. İkinci məsələ burada sistemin rasionallaşmasıdır. Yəni o nə deməkdir bu? Çünki ölkədə 2 dənə deyək Ağdam bir nömrəli məktəb ola bilməz. Məcburi köçkün məktəblərinin fəaliyyətini biz bu mənada yəni onlar öz yerlərinə qayıdandan sonra məcburi köçkün kimi fəaliyyət göstərdiyi məktəblər bağlanılır və onların heyəti rasionallaşdırılır. Bu da öz-özlüyündə mürəkkəb bir məsələdir. O biraz işin görünməyən tərəfidir. Üçüncü məsələ bundan ibarətdir ki, köç edən insanların arasında müəllimlərin seçilməsi, uyğun kadrların tapılması, olmayanda işə qəbul prosesinin aparılması və yaxud da orada işin rasional qurulmasıdır. Yaxşı xəbər odur ki, işğaldan azad olmuş ərazilərdə siz özünüzdə müşahidə etdiyiniz kimi ən müasir infrastruktura malik olan məktəblər tikilir, xüsusilə böyük məktəblərdə sistem sinifləri olur. Bu məktəblərdə tədris çalışılır ki, sıfırdan başlanıldığı üçün fərqli formatda aparılsın. Müəllimlərimizin keyfiyyəti, mən bu yaxınlarda yəqin mediadan izlədiniz, Kəlbəcər məktəbində son zəng tədbirində iştirak edim. Həqiqətən də müşahidə edilən ondan ibarətdir ki, müəllimlərin entuziazmı, həvəsi, motivasiyası kifayət qədər yüksəkdir və inanıram ki, həmin ərazilərdə fəaliyyət göstərən məktəblər ölkənin ən yaxşı məktəblər sırasında olacaqdır. Hazırda Azərbaycanda ali təhsil müəssisələrinə qəbul mexanizmini ümumiyyətlə necə analiz edirsiniz və bununla bağlı hansısa bir dəyişikliklər nəzərdə tutulurmu? Mexanizm olaraq hələ ki heç bir dəyişiklik nəzərdə tutulmur. Daha çox texniki dəyişikliklər daim aparılır, yəni hansı ixtisasların hansı qruplarda olması və bunlar əvvəldən elan edilir. Eyni zamanda biz yavaş-yavaş çalışmalıyıq ki, uşaqlar da az imtahan versinlər. Yəni buraxılış imtahanları əsasında qəbulun əhatəliyinin artması mənə görə yaxın gələcəkdə atıla biləcək istiqamət ola bilər, amma yaxın gələcək dediyim 1 ildir, 2 ildir. Yəqin ki, bu tipli dəyişikliklər əvvəldən olsa elan olunur, yəni o mənada bu növbəti il deyil, amma bu istiqamətdə davam edə bilərik. Sizcə 21-ci əsrin məktəbi hansı xüsusiyyətlərə malik olmalı və Azərbaycanda yaradılan bu yeni təhsil infrastrukturu bu vizyona tam uyğundurmu? Bəli, və əvvəlki sualda da təxminən buna toxundum. Yəni biz çalışmalıyıq ki, yəni siz 21-ci əsrin növbəti 10-15 ilində məktəb necə olacaq sualını kifayət qədər çətin sualdır. Yəni bunu da elə çox adam fikirlər ola bilər. Mənim bir fikrim ola bilər, məni dinləyən insanların başqa fikri ola bilər. Amma fikirləri kənara qoysaq, görünən ondan ibarətdir ki, istər distant təhsil, istər məsafədən deyək öyrənmə, istər elektron öyrənmə, rəqəmsal resurslar, süni intellekt, bunlar qaçılmazdır. Kolleclərin fəaliyyəti barədə nə fikirləşirsiniz? Ümumiyyətlə bu gün kolleclər gözləntilərə cavab verə bilirmi, qane-eləyirmi? İslahata ehtiyacı olan təhsil müəssisələridir. Düşünürəm ki, növbəti islahatın növbəti mərhələlərində kolleclərdə tədris aparan müəllimlərin keyfiyyəti, onların keyfiyyətinə nəzarət bizim prioritetlərimizdən biri olacaq və bu istiqamətdə işlərimiz davam edəcəkdir. Çox sağ olun Emin müəllim, suallarımızı cavablandırdınız, vaxt ayırdınız. Mən sizə dərin təşəkkürümü bildirirəm ki, təhsil sahəsində bu dəqiqələr əsas xeyli maraqlı mövzulara toxundunuz və ümid edirəm ki, suallarınızı cavablandıra bildim. Təşəkkür edirəm bir daha. Bu dəfəki buraxılışımız da başa çatdı. Cavabdehin növbəti buraxılışlarında görüşənədək.